Salam əzizləyicilər, Abşeron rayon Xırdalan qəsəbəsindən sizi salamlayırıq. Deməli, Masazır tərəfdən Xırdalanın girişində düz Mayıs rayonunun üst yolunda yeni, deməli, bina evimiz satışa çıxdı. Mənzilimiz sənəddə, yəni Qubsada 2 otaqdır, qanuni 2 otaqdır, amma 3 otağa, bir də yuxarı əzizləyicilər 84 kvadratlı Bartirdə 10 villa tipli həyət evlərindən Masazır Saray, Novxanda kimisə villa tipli həyət evi varsa təmirsiz. Minimum 6 otaq olmalıdır. 5 sotda, 6 sotda təmirsiz, amma həyət yanı qupsası, heç olmasa torpağın qupsası həyət yanı olsun. Elə evlərimizlə də parter olunur. Əzizləyicilər, evin girişi istipoldur, 84 kvadratdır, tam qupsalıdır, evə də qeydiyyat yapışa bilərsiz. Sanitar bu uşaqlar, yəni hamamın deməli, tualet ayrıdır. Hamamı da əzizləyicilər. Şəxs söz üçün təmir olunmuşdur. Sadəcə pul lazım olduğu üçün satılır. Əşyalı və əşyasız. Əşyalı 95 minə, əşyasız 87 minə satışa çıxarılır. Və əl ağzı ilə də danışmaq olar inşallah. Bu hissəsi də bu gördüyünüz özü üçün şəxsi inşallah təmir elətdiribdir. Fosforlu işıq sönəndə buranın işığı da yanır. Belə bir gözəl asma tavanla ev təmir olunub, tam keyfiyyətli, bahalı materiallarla təmir olunub ev inşallah. Burada yataq otağıdır. Uşaq otağını da sizə göstərəcəm, qonaq otağını da göstərəcəm. On 15-ci mərtəbəsidir, mansard tiplidir, amma sənəddə mansard, yəni qeyd olunmur, yəni tam mansard ev deyil. Qubsada mansard qeyd olunmur, Qubsada qanuni 2 otaq qeyd olunur, amma 3 otaqlı evdir. Amma 3 otaqlı evdir. Evə də qeydiyyat yapışa bilərsiz, liftli binadır, istilik sistemi kombidir, Wi-Fi ilə idarə olunur. Gördüyünüz kimi əzizləyicilər, bu divardakı da qardaşın öz əl işləridir. Çöldə də evin girişində də eyni tipdə deməli təmir edibdir. Buranı da göstərə bilərəm. Görürsünüz buranda öz əl işləridir. Çox keyfiyyətli. Hamam tualeti girişi istipoldur. Təcili olaraq satışa çıxarır. Bir də barter deməli qaydalarını da sizə dedim inşallah. Bura qonaq otağıdır. Tam təmirli, keyfiyyətli, bahalı materiallarla Euro remont olunubdur. Şəxsi özü üçün inşallah. Balkonda çox geniş manqalı, balkon da çox genişdir. Görürsünüz burada da qonaq otağında da öz əl işlərindən inşallah. Həmən dizaynı burada da divarda qeyd eləyib, təmir eləyibdir. İstilik sistemi kombili, bütün otaqlarda hər yəni radiatorları var. İnternet, Wi-Fi sistemindən hamısı idarə olunur. Ağıllı evdə demək olar. Burada mətbəxtidir. Elə mətbəxtinə, elə mətbəx bebelinə ev yiyəsi 4500 manat. İnşallah maliyyə xərcləyib. Burada deməli, burada istipolda əzizləyicilər. Xahiş olunur siz də kanala abunə olub bəyənib paylaşardınız. Yeni evlərimizi işsiz görə bilərsiniz. Burada mən dediyim uşaq otağı 3-cü otaqdır. 3-cü otaqdır. Buradan da balkona çıxış var. Balkonda sizə göstərəcəm. Düz Mayıs rayonunun üst yoldur. Masazır körpüsünün yanıdır. Tam yanıdır. İç ömrəli məktəbə yaxındır. Masazır dairəsinə yaxındır. Xırdalanın Masazır tərəfdən girişidir. Çox rahat yerdir. Asfalt küçəsi. Binanın da belə deyək, öz parkingi var. Çox rahat yerdir. Bütün kommunalları var. Deməli əzizləyicilər, Wi-Fi-dir, yəni internetdir, qazdır, sudur, işıqdır. Hər bir şey də mövcuddur. Buranı sizə göstərmək istəyirəm. Girişin, deməli, girişdə inşallah. Deməli əzizləyicilər, nömrəmiz də WhatsApp zəngəyi nömrədir. 050-473-4509. Balkonu göstərim sizə. Çox geniş balkonu var. Ətrafda bulunmalı, gördüyünüz kimi. Geniş balkonu var. Manqalı inşallah. Kombisi də oradadır. Gördüyünüz kimi burada kombidir. İnternetdən, yəni evə gəlməmiş qoşa bilərsiniz. İşləsin, ev qızsın. Yəni yoldacaq inşallah deməli.
Masazın tam bir körpüsünün yanıdır. Tam körpünün yanıdır. Əzizləyicilər, Masazın tərəfdən xırdalanın girişi. Qaranlıqdır, biraz tam görməsəz də. Üzülü sayın. 84 kvadrat, əzizləyicilər, 84 kvadrat şəxsi özü üçün təmir olunmuş 15'in 15'i liftli bina, tam təmirli, deməli, bar terinə qaydalarını videonun əvvəlində demişəm. Qupsalıdır, evə də qeydət yapışa bilərsiniz. Qanuni şəkildə, notarial qaydada və ya asan xidmətdə alqı-satqı olunacaq. 3 otaqdır, yəni 3 otağa bir deyil kadın, sənətdə isə 2 otaqdır inşallah. Nömrəmiz də qeyd elədik. İstəyən olsa, maraqlanan olsa, əlaqə saxlasın. İnşallah az yaşlı uşaqlar göndərmirəm hoca baxanda. Və 2 saat, 3 saat qabaq xəbər edin ki, inşallah gələk, evi açaq göstərək. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun.